Herkese salam. Bugün sizlerle riyaziyyat 1. sınıf sayfa 10, 11, 12'ni işləyəcəyik. Onda heç uzatmadan başlayaq. Əşyanın əlaməti. Araşdırma, müzakirə, açar sözlər, forma, ölçü, qruplaşdırma, düzülüş qaydası. Hər corabın tayını tapın. Bunu necə müəyyən etdiniz? Deməli, burada corabın tayını tapmalıyıq. İndi deməli, burada qırmızı ilə rəngə uyğun bir rəng seçim. Çəhrayı ilə, mavi ilə, yaşıl ilə, sarı ilə. Belə biraz qatma qarışıq görsənir. Deməli, bunu necə müəyyən etdiniz? Hər bir corabı öz rənginə, formasına, ölçüsünə görə tapdıq. Məsələn, burada gördüyünüz kimi yaşıl sarıdan böyükdür. Oradan tapdıq. Əşyalar müxtəlif rəng, forma və ölçüdə olur. Bunlar əşyanın əlamətidir. Rəng, forma, ölçü. Əşyalar bəzi əlamətlərinə görə bir-birinə uyğun ola bilər. İndi çalışma işləyərək daha da aydınlaşdıracağıq. Verilmiş əlamətləri eyni olan fiqurları göstərin. A forması, B ölçüsü. Rəngi eyni olan fiqurlar. Rəngi eyni olan nümunə göstərib, ölçüsü eyni olan deməli götürürük. Deməli, dairə, kvadrat və böyük üçbucaq. Kiçik olan fiqurları götürürük. Belə. Bunlar ölçüsünə görə bu və bu. Bunlar ölçüsünə görə qruplaşdırdıq. Qırmızı ilə də digər. Məsələn, bunlar da bir qrupdadır. Qırmızı ilə işarələdiyim bir qrupda formaca oxşar olan əşyaları tapaq. Burada Rubik küp, kuboid ilə, iplik kürə ilə, papaq koltusu ilə, kitab kuboid, butulka isə silindir ilə uyğunlaşır. Əşyalara uyğun əlamətlərinə görə qruplaşdırmaq olar. Məsələn, rənginə görə. Rənginə görə pizza, pendir və peçeniyə götürmək olar. Formasına görə saat və peçeniyə götürmək olar. Ölçüsünə görə isə pizza ilə saat götürmək olar. Hansı əlamətə görə qruplaşdırılıb? Deməli, burada aydınlaşdırdıq ki, birinci tərəfdə sərçə və sıçan böyüklüyünə görə eyni şəkildə dəvə ilə də fil böyüklüyünə görə qruplaşdırılıb. Bunlar böyük canlılar, bunlar isə kiçik canlılar oldu. Oyuncaqlar hansı əlamətlərinə görə qruplaşdırılıb? Hansı əlamətinə görə sağ tərəfdəki oyuncaqlardan birini sol tərəfdəki boş köşək olmaq olar? Deməli, birinci tərəfdə, yəni sol tərəfdəki rəfdə rənginə görə qruplaşdırılıb. Gördüyünüz kimi qırmızı dovşan, samalyot qırmızı rəngdədir, təyyarə yəni, maşın qırmızı rəngdədir, oyuncaq qırmızı rəngdədir, oyuncaq it qırmızı rəngdədir. Sağ tərəfdəkində isə formasına görə qruplaşıb. Gördüyünüz kimi hər biri dairə, kürə formasındadır. Rənginə görə qruplaşsaydı, ağ, qara, mavi, çəhrayı hamısı hər rəngdən olmazdı, sadəcə bir rəngdən olardı. Deməli, hansını götürüb sol rəfə qoymaq olar? Deməli, qırmızı topu. Çünki qırmızı top qırmızı tərəfə keçməlidir. Əşyaların müəyyən qayda ilə düzülə bilər. Növbəti meyvə hansı olmalıdır? Deməli, ilk öncə alma, portağal, banan, alma, portağal, banan, alma, portağal və banan olmalıdır. Oxlar hansı qayda ilə düzülmüşdür? Deməli, yuxarı aşağı və yuxarı aşağı A bəndi. B bəndi isə sağ, sol və sol qaydası ilə düzülmüşdür. Bunlarda qalan muncuqlar ipə hansı ardıcılıqla düzmək lazımdır? Deməli, gördüyünüz kimi bizə sarı və qırmızı verib. Burada ipə düzülən muncuqlara baxmalıyıq. Deməli, mavi, qırmızı, sarı, mavi, qırmızı, sarı, mavi, qırmızı, sarı, sonra tezdən mavi, qırmızı və sarı şəkildə düzmək olar.
boş xanalara dairə, ay, ulduz fiqurlarını düzmək lazımdır. Onları elə düzün ki, sətir və sütunlar hər fiqurdan ancaq bir olsun. Deməli, ulduz yoxdur. Ulduzu yerləşdirdik. Burada dairə, burada ay və ulduz. Baxa görək düz oldu mu? Ay, dairə, ulduz. Belə gedəndə də ulduz, dairə, ay. Ulduz, ay, dairə, dairə, ay, ulduz. Deməli, biz burada düz yazmışıq. Digər tərəfdə. Ay, ulduz, dairə, ulduz, ay, dairə, ulduz və burada ulduz. Baxaq. Dairə, ulduz, ay, dairə, ulduz, ay, dairə. Ümumiləşdirici tapşırıqlar. Dovşan göstərən istiqamətli gedərsə, nəyin yanına çatar? Deməli, 2 xana yuxarı, bir xana sağa, kələmə. Burada kələmə çatır. 2 xana sola. 1, 2. 2 xana yuxarı, 1, 2. Turpa çatmış olur. Kələm, turp. 1 xana aşağı, bura. 2 xana sola, 1, 2. Gəldi, kökə çatdı. Deməli, A bəndi kələm, B bəndi turp, C bəndi isə kök oldu. Səbinin muncuqları qayda ilə ipə düzdür. O qalan muncuqları hansı ardıcılıqla düzməlidir? Deməli, gördüyünüz kimi burada sarı, qırmızı, mavi, sarı, qırmızı, mavi. Burada isə sarı, qırmızı, mavi şəkildə düzməlidir. Fiqurların düzülüş qaydasını müəyyən edin. Sual işarələrinin yerinə nə olmalıdır? Deməli, sarı, yaşıl, sarı, yaşıl, sarı, yaşıl, sarı, yaşıl, sarı, yaşıl, sarı, yaşıl. İndi bura mən çəkəcəm. Sarı, sarı, bura sarı. Bu tərəfə də yaşıl. Deməli, burada yaşıl. Sonra burada bənövşəyi sarı, yaşıl, bənövşəyi sarı, yaşıl, bənövşəyi sarı, yaşıl, bənövşəyi. Buraya bənövşəyi olmalıdır. Bənövşəyi. Sonra sarı, yaşıl, bənövşəyi, sarı. Deməli, sarı qoyuruq bura. Və yaşıl. Sonra dairə, ay, ulduz, dairə, ay, ulduz, dairə. Ay, ulduz, dairə, ay. Ay, ulduz. Deməli, belə alındı. 4. Elxan göy damadan başlayaraq qırmızı karandaşla damaları bu ardıcılıqla rənglədi. Bir dama yuxarı, bir dama sağa, bir dama yuxarı, bir dama sağa. Hansı şəkil alındı? Deməli, mavidən başlayır. Bir dama yuxarı. Yəni, bu getdi. Çünki bu damada sağa tərəf gedir. Bir dama yuxarı, bir dama sağa. Deməli, ikisi də eyni şəkildə gedir. Bir dama da yuxarı. Bu da getdi. Çünki bir dama yuxarı, bir dama sağa, bir dama sağa gedir. Deməli, cavab 3-cü şəkil oldu. Kanalıma abunə olub, like atmağı unutmayın. Sağ olun.